Salam, sınaq 18-də 10 və 11 nömrəli sualların həllinə baxaq. 10-cu sualda çoxluqlara aid sualdır. Eylervin diaqramları vasitəsilə həllinə baxaq. Deməli, bizə deyir ki, B-də olub A-da olmayan elementlərin sayı 4-dür. Və A çoxluğunda 10 element var. Burada yerinə qoyanda olacaq 10 minus NB bərabərdir 3. Deməli, NB olacaq 7. Yəni, B çoxluğunda ümumi 7 elementi olur. Deməli, bura qalır 3. A çoxluğunda da 10 elementi olması üçün təkcə A-da 7 elementi qalır. Bizdən kəsişmədəki elementlərin alt çoxluqlarının sayını soruşur. N A kəsişmə B bərabərdir 3-ə. Çünki kəsişmədə 3 dənə element var. Bunun da alt çoxluqlarının sayı 2 üstü N, yəni 2-nin kubu olacaq 8. A variantı. 11 nömrəli sualda trapeziyanın diaqonalları onun orta xəttini, buradan orta xətt çəkirəm, 5 böl 3 böl 5 nisbətində bölür. 5 böl 3 böl 5. Bura K da yaza bilərik və yaxud da ədədin özündə saxlaya bilərik. Deməli, əgər orta xətdirsə, burada M nöqtəsi, yəni tərəfin N nöqtəsi də digər tərəfin orta nöqtəsidir, düzdür? Və trapeziyanın oturacaqları paraleldir. Orta xəttlə həmçinin oturacaqları paraleldir. Yəni, burada üçbucaqlar alınır və qarşı tərəflər paralel olduğuna görə və M nöqtəsi yan tərəfin orta nöqtəsidir. Buradakı K nöqtəsi diaqonalın orta nöqtəsidir. Yəni, burada yenə MK orta xətti üçbucaq üçün orta xətti oturacağın yarısına bərabərdir. MK 5-dirsə, kiçik oturacağı olacaq 10. Eyni qaydada bu üçbucaq üçün baxsaq, baxın, buna görə baxsaq, yenə 5-dirsə, bura 10-dur. İndi isə qaydıraq digər üçbucağımıza. Başqa bir rənglə qeyd edeyim, ağla qeyd edeyim. Bu üçbucağa baxırıq. Deyək ki, adlandırsaq, A, təpələri ABC olan üçbucaqda, KN də orta xətti. KN 8-dirsə, AC olacaq 16. Çünki yenə orta xətt oturacağın yarısıdır. Böyük oturacağın kiçik oturacağı nisbətini soruşur. Yəni, işləhə böyük olduğunu olacaq 1,6 Y variantı.